Salam hamıya. Bugün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugünkü qonağımız IT ekspert Sadiq İsmayılovdur. Biz bugün onunla müxtəlif nəsillər arasında olan IT idarəetmə, bu problemlər və sair mövzular haqqında danışacağıq. Yeni nəsillə çalışarkən və əvvəlki nəsillə çalışarkən yeni nəsildə sizi nə təəccübləndirdi? Generasiyalar arasındakı olan müəyyən bir ümumi bir yanaşmanı ilk öncə istəyərdim ki, bir bölüşək bizim dinləyicilərlə. Onları həqiqətən işdə saxlamaq çox çətinləşib. Millennial olan generationdan gedib rəhbərliyə kimsə mənim maaşımı artır sözünü deməyə biraz da çəkinirik, yəni açıq deyim. Pulsuz qalanda heç kim qalmır. Deyəndə ki, əlavə ödənişi olacaq 1 saata görə. Daxildə dava düşür ki, mən qalım. Və rəhbərlik həmin adamla məsələni həll eləyir, istənilən məsələni də yəni də. Emosional hissəyə daha çox bağlılıq yaranır. Mən liderəm, getdim qabaqda, gəlin, nə bilim, nəsə olanda müdafiə etmək. Onların idarə etməsi keçəcək artıq söhbət kütləvi şəkildə də, yəni daha çox faiz şəklində keçəcək Z nəsilinə.